Salam uşaqlar. 26 aprel 2026-cı il 9-cu sinif buraxılış imtahanı suallarına baxırıq indi. Deməli, imtahan bu gün olub. Əvvəlcədən qeyd edeyim ki, əvvəlki zonalara görə, yəni həmişəki kimi 3-cü zona daha çətindir. Düzdür, asan suallar da var, amma əksəriyyətinə baxanda, yəni digər zonalara baxanda daha çətindir. Deməli, qarışıq ədədi göstərin. Birinci sual şifahi sualdır. Yazılsa da, yəni üstünə yazılıb deyə görünmür. Bax, bunun qarşısında 1 tam var. 1 tam %3 var. Elə məlumdur ki, qarışıq ədəd elə A variantıdır da. Bu şifahi sualdır. Bu kimsə düz yazıb. Deməli, sonra şifahi sualı keçdik. 58-ci sualda tənklər sistemini həll edin deyir. Deməli, tənklər sistemini bura yazaq. Burada yuxarı tərəfi birinci tənliyi 4-ə vursaq hər birini, hər tərəfini. Vuraq 4x minus 8y bərabərdir -12. Aşağıdakında olduğu kimi yazıram. Tərəf-tərəfə bunları çıxsaq, bunlar gedəcək. Burada -11y burada da 0 olur. Y bərabərdir 0. Y 0-dırsa gətirib yerinə qoysaq birinci tənlikdə bu gedəcək 0-a. Onda x bərabərdir -3 olacaq. Onda deməli koordinatlar -3, 0 olacaq. -3, 0, Y variantı. 59-cu suala baxaq. Sadə bərabərsizlikdir. Deməli, bunu -5x-i keçirsəm bu tərəfə, 5-i də bu tərəfə. Deməli, 5x minus 4x -7 çıxılsın 5. X kiçikdir -12-dən. -12-dən kiçik ədəd -13 olar da, kiçik olaraq. -13, ən böyük tam 50 ilə -13 olacaq. Bu da olacaq A variantı. 60-cı suala baxaq. İlk 100 natural ədədin neçəsi nə 2-yə, nə də 5-ə bölünmür deyir. Deməli, buna baxaq ki, ilk 100 natural ədədin neçəsi 2-yə deyir. 100-ü mən əvvəlcə 2-yə bölsəm, düşər 50. Sonra 100-ü bölsəm 5-ə, yəni 2-yə 5-ədən söhbət gedir də, 20 düşər. Sonra bu 2 ilə 5-in öz hasillərinə də bölmək lazımdır. Nə eləyir? 10. Deməli, 100-ü mən 10-a da bölməliyəm. Ortaq ikisi üçün olanda, ortaq hədlər çıxır buradan. Burada da olur 10. Bunu biz Euler-Venn diaqramı kimi düşünsək, bunların ortaq həlli, baxın, bu 2-yə bölünən olsun, bu da 5-ə bölünən olsun, bu da bunların ortağı. Yəni, ortaq hər ikisi üçün 10 dənədir. Yəni, ortağı 10-a bölünənlər. Həm 2-yə, həm 5-ə bölünməsi üçün. Burada 2-yə bölünən ümumi 50 idisə, bura 40 qalır. Bura 20 idisə, burada 10 qalır. Deməli, bizə deyir ki, 2-yə nə də 5-ə bölünmür 100-dən. Bunları toplasam, 40 üstəgəl 10, üstəgəl 10. Bu eləyəcək 60. Demək, bunlar 60 dənəsi 2-yə də 5-ə də bölünənlərdir. Onda 100-dən mən 60-ı çıxsam, nə 2-yə, nə də 5-ə bölünməyənləri taparam. Olacaq D variantı bu da. 40. 61-ci sual. Köçürək bunda. 18x kubu vurulsun y, 5z üstü 4, 25z, 9x kvadratı y. İxtisarlar eləsək, deməli, y-lə bu y gedər. Bu x-lardan 2 dənəsi buradan gedər, bir dənə x qalar. Z-in biri gedər, burada qalar z kubu. 25 ilə 5 gedər, qalar burada 5. 18 ilə 9 gedər, burada qalar 2. Deməli, nə qaldısa yazaq. Yuxarıda 2 vur, x vur, 5 qaldı. Aşağıda da z kubu qaldı. Bu da olacaq 10x bölünsün z kubu. 10x z kubu. B variantı. Bu kimsə düz yazıb. 62.
Kubun bütün tillərinin uzunluğunu 7 dəfə artırsa, onun həcmi neçə dəfə artar? Əvvəlcə kubun həcm düsturu nədir? Kubun həcm düsturu A kubudur. Bütün tərəflər bir-birinə bərabərdir, yəni bütün tilləri belə deyək. Mən tili əvvəl A idisə, 7 dəfə artırsam olacaq 7A. Gətirib burada yerinə yazsam, 7A-nın kubu yazacağam artıq buna. Bu da olacaq neçə? 343A-nın kubu. Onun həcmi neçə dəfə artar deyirsə, bunun qarşısındakı ədəd nədirsə, o olacaq. Yəni B variantı. 63. Paralleloqramın kör bucağı iti bucağından 2 dəfə böyükdür. Paralleloqram çəksək, bu kördür, bu da iti bucaqdır. Bu alfadırsa, kör bucaq ondan 2 dəfə çox 2 alfa eləyir. Və bunların da cəmi biz bilirik ki, 180 dərəcəyə bərabərdir. Alfa 60 oldu. Alfa 60'dırsa burada 60'dır. Onda diğeri 2 alfadırsa olacaq 120. Onda burada 120. Onda cevabımız C variantı. 60, 120, 60, 120. Keçək 64'e. 64-cü suala baxaq. Deməli, bunların məxrəcləri müxtəlifdir. Bunların əkobunu tapsaq, yəni 20'yə vursaq hər birini, ixtisar gedər, kəsirdən azad olmuş olarıq. Deməli, mən bütün hər birini 20'yə vururam. Onda bu 3'ü də 20'yə vuraram, 0'ı da 20'yə vuraram. Onsuz da 0 vurmağımın bir mənası yoxdur. Bunlar ixtisar gedər. Qalar burada 5 vurulsun 3y minus 2. Bunlar ixtisar getsə qalar 4 vurulsun 3 minus y. Üstə gəl 60 bərabərdir 0. Bunu da vurub açsaq 15y minus 10 minus 12 plus 4y. Üstə gəl 60 bərabərdir 0'a. 15y üstə gəl 4y. Elədi bu 19y. Sonra mənfi 10, 12 bunları toplasaq, mənfi 32, 60'dan da 32 çıxsaq 28. Və üstə gəl 28 bərabərdir 0. 19y bərabərdir mənfi 28. Bunu da 19'a bölsək. Bir dəqiqə. Üstü qaralanıb. Aşağıda mənfi 4 idi mi? Uşaqlar üzrlü sayın. Bayaq götürüb bundan bunu toplayıb 60'dan 32 çıxmışam. Ondan 12 toplayıb 22, 60'dan da 22 çıxanda 38. Bura 38 olur. 38 də 19'a böləndə düşəcək mənfi 2, yəni mənfi 38 böləndə mənfi 2 olacaq burada. Deməli cavab B variantıdır. B variantı. 65-ci misala baxaq. 65-ci misal çox sadə sualdır. Çarpaz vurmaqla həll edirik. Bu olacaq 10x, bu da olacaq 12. X-ə bərabərdir 1,2 C variantı. 66. Sahəsi 96 kvadrat santimetr, diagonalları 3-4 nisbətində olan rombun hündürlüyünü tapın deyir. Deməli, romb çəkək bir dənə. Sahəsi 96 verib. Deməli, S 96. Diagonalları da D1 3K olsun, D2 olsun, 4K. Biz diagonallarla olan sahənin düsturunu bilirik. Bu 96'ya bərabər. Deməli, 3K vurulsun 4K bölünsün 2 bərabərdir 96. Burada bununla bir ixtisar getsə 2, 6K kvadratı bərabərdir 96. 96'ını da 6'ya bölsək 16. K kvadrat bərabərdir 16. K da bərabərdir 4. K'nı 4 tapdıqsa bu olacaq 3 vur 4 12. Bu da olacaq 4 vur 4 16. Diagonalları tapdıq ki, baxın bir dəqiqə üstündə göstərəm. Bu diagonal budur, bir də budur. Və biz bilirik ki, rombun xassiyəsinə əsasən diagonallar kəsir. Kəsmə nöqtəsindən həm yarıya bölünür, həm də bir-birinə perpendikulyar olur. 12 isə tutaq ki, bu 6, 6 olur. Bir dəqiqə böyüyünü götürməyək. Bu 16 olsun, 8, 8. Bu da 6, 6 hissələrə bölünür.
Onda rombun tərəfi 6, 8, 10. Düzbucaqlı, üçbucaqlı axı bu. Tərəfi 10 olacaq. Yəni bütün tərəfləri 10 olacaq. Rombun hündürlüyünü tapın deyir. Rombun hündürlüyü də qayda var ki, rombun sahəsi tapanda nə edirik? Hündürlüyü çəkirik və həmin tərəfə bu h-dır. Tutaq ki, h vurulsun 10 bərabərdir 96-ya, h da bərabərdir 9,6-ya. Yəni bu sahə düsturundan tapırıq da. Hündürlük vurulsun tərəf. Bu da olacaq 9,6, yəni C variantı. 67. 67-də misal götürsək, hər tərəfi ona vuraq ki, kəsirdən azad olsun. Onluq kəsir. Olacaq 6 vurulsun x plus 4, 8 vurulsun 12 minus x. Bunlar da 2x sar getsə, qalacaq burada 3, burada da 4. Vurub açsaq, bunu bu yana keçirib, bunu bu yana keçirirəm. Olacaq 7x, 48-dən də 12 çıxacaq, olacaq 36. X də bərabərdir 36 bölünsün 7. Bu da 36-nı da 7-yə böləndə düşəcək 5,7-də 1. Olacaq Y variantı. 68. Deyir, K-nın hansı qiymətində 9A üstə gəl KB bərabərdir 9 vurulsun A üstə gəl B. Bu da çox sadədir. Əgər bu hər ikisindən baxın, AB durur da yerində. Ortaq vuruq bu ikisini çıxarıblarsa və ya o 9 olubsa, demək K da 9-a bərabərdir ki, bunu ortaq vuruq kimi çıxara bilib. Bu da olacaq A variantı. Şifahi suallar da var içində. Çətin suallarda axıra doğru, məsələn bu sual biraz baxanda çətindir. Məsələn topluda falan belə sual yoxdur da, uşaqların görmədiyi sualdır. Deməli, bizə fx və gx funksiyalarının qrafikləri verilib, A parametrini ala biləcəyi tam qiymətlərin cəmini tapın deyir. Şəkilə fikir versək, bu yaxında olan qrafik J-ni göstərir, uzaqdakı F-i göstərir. Bir qayda var ki, yaxında olan, daha doğrusu Y oxuna daha belə sıxılmış vəziyyətdə olan, belə deyək də, daha yaxın olan qrafikin X-ının qarşısındakı ədəd, X kvadratın qarşısındakı ədəd daha böyük olur. Yəni 2A 2A minus 2 böyük olacaq 4A minus 16-dan. Yəni x kvadratın qarşısındakı ədədlər daha böyük olacaq. Bunu bu yana keçirib, bunu da bu yana keçirirəm. Olur 2A kiçikdir 14, A da kiçikdir 7. Bu bir hissəsi. Sonra nəyə bax bilməliyik? Parabollara diqqət yetirsək, ikisinin də ağzı yuxarıya dönükdür. İkisinin də ağzı yuxarıdırsa, deməli bunların qarşısındakı A-ları, yəni qarşısındakı əmsalları müsbətdir, böyükdür, sıfırdır. İkisini də ayrı-ayrılıqda böyükdür, sıfır olaraq həll edirəm. A böyükdür 4 oldu. A minus 2 də böyükdür 0 götürürəm. A 1-dən də böyükdür. İkisinin həlləri, baxın, bu 1 olsun, bu 4. 1-dən böyük, 4-dən böyük. Bunun həlli belə-belə gedir. Bunun da həlli belə gedir. Görürsünüz, ikisinin kəşdiyi yer haradır? 4 müsbət sonsuzluq. Yəni 4-dən. A böyükdür 4-dən. Və biz də bayaq nə demişdik? A kiçikdir 7-dən. Deməli, onda A 4-dən böyük, 7-dən kiçik ədədlər almalıdır. Hansı ədədlər olacaq? 5 ilə 6. Bunların cəmini istəyirdi. O da olacaq 11. Bu da olacaq B variantı. 70-ci sual. Bir fəhlə 1242 detal hazırladıktan sonra onun aylıq planının 54% qaldı. Deməli, bu 1242 hazırlayıbsa, 54% qalıbsa, onda biz 100-dən 54-ü çıxanda 46%. Deməli, onda 46%-i 1242 olan ədəddir də bu. 46%-i 1242 olan ədəd. Onda biz nə edirik? Faizə görə ədədin tapılması. Bunu 46-ya bölüb 100-ə vururuq. Deməli, 1242-ni 46-ya bölsək, 27 düşər, 100-ə vursaq, 2700 olacaq. Deməli, fəhlənin aylıq planı 2700-üymüş. D variantı. 71.
71. 2 daxili bucağının cəmi 149 olan üst bucağın 3-cü bucağını tapın. Bu da şifahi sualdır, amma yenə də göstərim. Bilirik ki, üst bucağın daxili bucaqlarının cəmi 180 dərəcəyə bərabərdir də. Bizə 2 dənəsinin cəmini verib 149. Üçüncüsünü tapanda nə etməliyik? 180-dan 149-u çıxmalıyıq. Düşünürəm ki, bunu yaza bilməyən uşaq olmaz yəqin. 31 dərəcə. Deməli, onda qammada 31 dərəcə olacaq A variantı. 72-ci sual. Bu da sadə. İkisini bir kökün altında yazıb bir-birinə vuracağıq. Gəlin 4 kökdə 5-i də elə kökün altına salsaq. Elə bir necə? 4-ün kvadratı vur 5 deməkdir də. Yəni 16 vur 5. O da 80 eləyəcək. Yəni belə yazıram bunu. Bir dəfə bu, bir dəfə də bunun minusu görürsünüz də. Kök altında 80. İkisi də kökün altında, eyni kökün altında yazdım. Bunları bir-birinə vuranda görürsünüz nəyin düsturuna oxşuyur? A plus B, A minus B-nin hasilinə oxşuyur da düstur. Onda bir dəfə 144-ün 12-nin kvadratı, yəni 144 çıxılsın. Kökdə 80-ın kvadratı 80. 144-dən də 80-ı çıxmalıyıq. Eləyəcək 64. Buradan da kökdən 8 çıxacaq. Deməli, cavab olacaq nə? 8. 73. 73-də gəlin bu tərəfi sadələşdirək. Bu A üstəgəl B-nin mötərizə kvadratıdır. Çıxılsın 7-ni də ortaq vuruq kimi çıxartsam, mənfi 7-ni daha doğrusu çıxartsam belə olacaq. Burada da A üstəgəl B-nin yerinə gətirib qiymətləri qoyaq elə. 4 tam 13-də 5 üstəgəl 2 tam 13-də 8. Bunun kvadratı çıxılsın 7 vurulsun. Yenə 4 tam 13-də 5 üstəgəl 2 tam 13-də 8. Bunları hesablasaq, deməli tamla tamı toplasaq 6. Deməli 8 ilə də 5-i toplasaq olacaq 13. 13-ü də 13-ə böləndə 1. 6 üstəgəl 1 də 7. Bura olacaq 7-nin kvadratı. Yəni içi 7 elədi də bunun. Bura 7 elədi. Onda bu da 7-dir. 7-nin kvadratı minus 7 vur 7. İkisi də 49 elədiyi üçün bu da cavab olacaq 0. Burada olacaq 0. 74. Ondan kiçik müsbət ədədlər çoxluğu olan A ilə çoxluğu, bir dəqiqə, mürəkkəb ədədlər çoxluğu olan A ilə B, bir dəqiqə nə yazılıb? Üstünü qaralayıblar. 1, 2, 4, 10'dur deyəsən. Çoxluğun birləşməsinin elementlərin sayını tapın deyir. Deməli, A-nın da A çoxluğunda elementləri deyir ki, ondan kiçik mürəkkəb ədədlər. Ondan kiçik mürəkkəb ədədlər hansılar olacaq? 4 olacaq, 6 olacaq, 8 olacaq, bir də 9 olacaq. Ondan kiçik. Bunların da deyir birləşməsinin elementləri. A birləşir B, yəni qarşısında təbii ki N var, say istəyir çünki. İkisinin birləşməsi bütün elementlər 1, 2, 4, 6, 8, 9, 10. Neçə dənə oldu? 7 dənə. Deməli, 7 dənə element olacaq burada da. 75. 75-də də bir dəqiqə çevrədir mərkəzdən bu formada. Bu da toplu sual əslində, toplularda var bu sualdan. Deməli, buranı 104 verib. A, O, S-ni, burada B-dir. Bura 104-dürsə və bura mərkəzdirsə, radiuslardır da bunlar. Deməli, bu mərkəzi bucaqdır. Onda, uşaqlar, bu qövs bura qədər. Bu 104 dərəcə olacaq. Və bilirik ki, bütöv çevrə 360 dərəcə olduğu üçün 360-dan biz 104-ü çıxsaq, 256 qalacaq. Baxın, bu hissəyə 256 dərəcə qalacaq. Və bu bucaq da daxilə çəkilmiş bucaq olduğu üçün bu 256-nın yarısına bərabər olacaq. Bunu da yarısı nə eləyəcək? 128 dərəcə. Yəni cavabımız olacaq 128. 76. Otaqda olan şagirdlərin orta imtahan balı 74 idi. Otaqda tutaq ki, x sayda şagird var. Onların orta imtahan balı 74. Orta imtahan balı nədir? Şagirdlərin orta imtahan balı. Şagirdlərin sayıdır bu. Bu şagirdlərin sayıdır. Otağa balı 94 olan daha bir şagird gəldi deyir.
Bax, bu say idi. Bu say onsuz da məxrəcdə olur da. Say məxrəcdə olur. Bir şagird daha gəlib bu otağa. Otaqda şagirddən orta imtahan balı. Baxın, bir dəqiqə, hələ buna qədər X şagird varsa, X şagirdin cəmi, belə deyək də, topladığı balların cəmi, bal cəmi hər hansı bir Y olsun. Yəni biz bilirik ki, bunların cəminin sayına olan nisbəti bizə ədədi ortanı verir də. Buradan Y-i tapsam 74 vurulsun X olacaq da, elə deyil. Ümumi bunların cəmi deyək də. İndiyə qədərki uşaqların ballar cəmi 74X-dir. Deməli, həmişə cəm yuxarıda surətdə yazılırdı. Say isə məxrəcdə yazılırdı. Say məxrəcdə yazılır. Və deyir ki, bir uşaq əlavə gəldi. Bir uşaq əlavə gəlib və onun balı 94-dür. Gələn uşağın balı 94-dür. Ona görə balların üstünə gələcək bunun balı. Və bunların ədəd ortası da deyir, gələndən sonra 79-a bərabər oldu. Onda bu tənliyi elə bir həll edirik də. Bu tənliyi həll edək. Çarpaz vursaq bunu. 74x üstə gəl 94 bərabər də 79x üstə gəl 79. Bu x-i bu yana keçirirəm, bunu da bu yana keçirirəm. Deməli, 79-dan 74 çıxdıq 5x, 94-dən də çıxırıq 79-u. Olacaq 15. X də bərabərdir 3. Deməli, əvvəlcə otaqda neçə şagird var imiş? Əvvəlcə otaqda 3 şagird var imiş. 77. Bunları adlandıraq. Deməli, məsələn, düz xətlər nöqtəni kəsir. AOC 24. AOC. Bax, buranı 24 verir. FOD. FOD. Buranı verib 46. Buranı 46 veribsə AOC FOD. Buranı 46 veribsə, onda bu bucağı tapsaq, bu bucaqla tapmış olarıq da. Bilirik ki, baxın, bunlar qarşı bucağı kəsişiblər və qarşılıqlı bucaqlar olur da. Yəni, qarşı bucaqlar olur. Və fikir verəcəyimiz hissə budur. Baxın, bu açıq bucaqdır. Bu açıq bucaqsa, bütöv bu bucaq 180 dərəcə verməlidir. Buranı bilmirəm, bir alfa yazıram. Bunların ümumi cəmi bizə 180 dərəcə verməlidir. 180 dərəcə. Deməli, 24 ilə toplayaram 46-nı, olacaq 70. 180-dan da 70-i çıxacam, olacaq 110. Deməli, onda bu 110-dursa, burada 110 olacaq. Kimsə düz yaz bunu. Gəldik ətraflı yaz tələb eləyənlərə. 78-ci sualda. Deyir, A nöqtəsindən eyni istiqamətdə 2 nöqtə, 2 müxtəlif çevrə üzrə hərəkətə başlayır. Nöqtələrdən biri 36 saniyədən, digəri isə 63 saniyədən bir A nöqtəsində keçirsə. Bu nöqtələrin ilk dəfə eyni anda A nöqtəsinə keçmələri üçün lazım olan müddəti müəyyən edin. Uşaqlar, bu da toplu sualıdır əslində. Bu tip misallarda addım məsələləri var idi topluda. Demək olar ki, ondandır. Orada biz nə edirdik? Əkob tapırdıq da. Bunlar fırlanır, üst-üstə düşmək üçün bunların əkobu lazımdır bizə. 36 ilə 63. Bu 36-nı parçalasam, 9 vur 4-dür. Bu da 9 vur 7-dir. Ortaq vuruq kimi 9-u çıxartsam, qalacaq əkob 4, burada 7 və qarşılıqlı sadə ədədlər olduğu üçün 9 vur, 4 vur, 7 olacaq. Bunları da bir-birinə vursaq, olacaq 252. 252. Cavabımız oldu burada. 252. Bu da sadə sualdır. 79-cu sual. Bu suala oxşar sual da əslində topluda var. Tərəfləri bir-birinə paralel olan iki üçbucaq arasında. Baxın uşaqlar, bu tərəfləri bir-birinə paralel sözünü boş yerə verməyib. Deməli, burada oxşarlıqdan söhbət gedir. Arasında qalan sahədə ibarət qaçış yolunun kənarlarında AVT tərəflərindən başlayan aralarındakı məsafə 5 metr olmaqla ağaclar. Deməli, hər ağacın arasında 5 metr var. Bunu bildik. Deməli, AB 120, AB. Bax, bura 120-dir. Şəklin üstündə göstərirəm. Ora 120-dir. AC
Bura 90-dır. BC də 150-dir. Uşaqlar, əgər paralellik varsa, deməli, bura tutaq ki, x-dır. Burada, yox, x deyil, bir dəqiqə, oranı verib. DF 30-dur. 30-dur. Burada olsun x tutaq ki. Deməli, onda biz 120-nin x olan nisbəti 90-ın da 30 olan nisbətlə bərabərdir. Buradan x-i tapsaq, 120 vurulsun 30. Bunlar x-lər gedir. Qalır burada 3. Bir dəqiqə, nə səhv elədim? Yox, səhv elədim, mənim 40. Deməli, x tapıram da. Mən k-nı tapan kimi fikirləşdim. X 40-dır. Deməli, bu hissədə 40-dır. Onsuz da buradan aydın görünür ki, fikir verin, 90 30-dur. Deməli, 90-ı nəyə bölüblər? 3-ə bölüblər. 90-ı 30-a bölsəm k-nı taparam da. Belə eləyək ən yaxşısı. 3. Deməli, k 3-dür. Onda 120-ni də görürsünüz, 40-a böləndə 3 düşür. 150-ni də 3-ə bölsəm elə buranı almış olaram da, 50. Tərəfləri məlum oldu. Kiçik üçbucağında tərəfləri 30, 40, 50 oldu. Deməli, onda hər 5 metrdən bir ağac əkilibsə, birinci böyük üçbucağa baxsaq, böyük üçbucaq. Tərəflərini toplayıb 5-ə bölərik ümumi. Deməli, 120 üstə gəl 90, üstə gəl 150. Bunları da toplasaq, deməli 120, 150, üstə gəl 90. 360 eləyir. 360-ı da 5-ə bölsək 72 düşər. Bölünsün 5. Bura olacaq 72. Kiçik üçbucaqda kiçiklərin tərəfini toplayıram. 40, 30, 50. Olacaq 120. Bunu da böləcəyik 5-ə. 120-ni də 5-ə böləndə düşür 24. 24. Deməli, cəmi neçə ağac əkildi? 72 ağac böyük üçbucağın ətrafına əkilib. 24-ü də kiçik üçbucaqda. Bunları da toplasaq olacaq 96. Deməli, 96 ədəd ağac əkilib burada. 80-cı misala baxaq. 80-cı misal deyir, eyni koordinat müstəvisində tənliklərə verilmiş iki çevrə arasından bir nöqtə götürülərsə, bu nöqtələr arasındakı ən böyük məsafəni tapın. Deməli, baxın, ən böyük məsafə. Tutaq 2 dənə çevrə. 2 dənə çevrə götürərəm. Bunlar arasındakı ən böyük məsafədir. Və bu mərkəzlərini qeyd edirəm bura. Bunlar arasındakı ən böyük məsafə, yəni ən uzaq məsafə. Bunun bu nöqtəsini götürsəm, bunun da bu nöqtəsini götürsəm, baxın, tutaq ki, burası olsun A, bura olsun B. Görürsünüz, ən uzaq məsafə bura olar. Amma çevrələr arasında ən qısa məsafə desəydi, bax, buranı tapasıydıq. Ən qısa desə, bura olasıydı. Ən böyük dediyi üçün A-dan B-yə olan məsafəni götürürük. İndi gəlin görək nə verib. Bizə bu tənlikdən məlumdur ki, bunun 16 nədir? R kvadratıdır da. R kvadratı 16-dırsa, onda R bərabərdir 4 olacaq. Bir çevrənin radiusu olsun 4. Burada 4-dürsə, burada 4-dür. Sonra digər çevrənin də radiusu, əgər bu 9-dursa, radius 3 olacaq. Bu da oldu 3. Qaldı bizə buradakı məsafə. Buranı bir dənə D ilə işarə edirəm. O da mərkəzlər arasındakı məsafəni tapıb, bunların cəmini çıxsaq, oranı tapmış olarıq da, elə deyil. Mərkəzlər arasındakı məsafə, birinci çevrənin mərkəzinin koordinatları -3-lə -2-dir. Bax, buradan tapırıq mərkəzin koordinatlarını. İkinci çevrənin mərkəzinin koordinatları isə 5-lə 4-dür. 5-lə 4-dür. Mərkəzin koordinatları buradan bura qədər olan məsafəni tapırıqsa, uc nöqtələr bir-birinə çıxıb kvadrata yüksəlib toplayacağıq. Yəni 5 çıxılsın -3 üstə gəl 3-ün kvadratı, yəni olur. 4 çıxılsın -2 üstə gəl olur burada da. 8-in kvadratı 64, 6-ın kvadratı 36. Bu da eləyəcək 100, yəni oradan çıxacaq 10. Ümumi, baxın, mərkəzlər arasındakı buradan bura qədər olan məsafə 10-dur. Bax, buradan bura 4, buradan burada 3-dür. 4 ilə 3-ü toplayanda olur 7. Mən ondan da 7-ni çıxsam nə olacaq? Olacaq 3. Buradan bura qədər də məsafə 3-dür. Buranı tapdıq 3. Deməli, onda biz B-dən A-ya qədər olan məsafəni tapmaq istəsək, nə olacaq? Bura qədər 4 ilə 4, 8, 3 ilə 3, 6, 1 də 3. Deməli, 4 ilə 4, 8, 3 ilə 3, 6, 1 də 3. 6 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 ilə 3, 6, 1 də 3.
Bunları da toplayanda olacaq 17. Demək, ən uzaq məsafə elə 17 oldu. Qaldı sonuncu sualımız 81. Deyir, məxrəci 7-dən böyük, 31-dən kiçik natural ədəd, sürəti isə 1-ə bərabər olan adi kəsirlər verilmişdir. Demək, kəsirlərin məxrəci 7-dən böyük, 31-dən kiçikdir. Ta ki, məxrəc x olsun, 7-dən böyük, 31-dən kiçikdir. Natural ədəddir. Bu hansı ədədlər olar 7-dən böyük, 31-dən kiçik? Belə deyək də, bu aralıqda məxrəclər də surətlərdə 1 olsun deyir. Bu aralıqda olan kəsirlər olar 8-də 1, 9-da 1, 10-da 1 və s. və s. Axırda da olacaq 31-də 1 bu aralıqda. Deməli, onda bu aralıqda olan neçə dənə kəsir var? Onların sayını tapmaq istəsək, nə edərik bunları? Sayı tapanda görürsünüz uşaqlar, bu aralıqda fikir verin, 2 ucuda daxil deyil. Yəni mötərizə belədir də. Yəni 7, 31 arasındakı ədədlərin sayını axtarırıq da. Nə edirdik? Elə 31-dən 8-i çıxarırıq, qalar 23. Demək, burada 23 dənə ümumi ədəd var. Ehtimal tapanda mümkün halların sayı məxrəcdə yazılırdı da. İndi qaldı bizə əlverişli hallar. Yəni əlverişli hal nədir? Deyir, bu kəsirlərdən təsadüfən seçilmiş birinin sonlu onluq kəsir şəklində yazıla bilməsi. Ümumi 23 dənə kəsir var. Məxrəci, yəni bunlardan ibarət olan saysaqda görərək ki, 23 dənə kəsir var. 8-də 1-dən başlayır, 31-də 1-də qutarır. Daha doğrusu 8-də 1-in öz daxil deyil də, belədir mötərizə. İndi yox, 8-də 1 daxildir. Üzr istəyirəm, 30-da 1-də bitir. 31 yox. Çünki 7-dən başlayır axı. 8-də 1 daxildir, 30-da 1 də daxildir. Bu aralıqda sonlu onluq kəsir şəklində göstərilən yazılıb odur ki, yəni sonlu onluq kəsir şəklində yazılmaq. Məxrəci 2 və 5 vuruqlarından ibarət olmalıdır. Və bu ədədlərin arasında həmin şərti ödəyən hansı olacaq? 8 olar. Sonra 10 olar. 12, 14, 16 olar. Sonra 18 olmaz, 19, 20, 20 olar. 25 olar. Başqa yoxdur. Yəni, məxrəci yalnız 2 və 2-lərdən və ya yalnız 5-lərdən və ya 2 və 5-lərdən ibarət olmalıdır. Neçə dənə oldu? 5 dənə. Demək, əlverişli hallarımızın da sayı 5 dənə oldu. Ehtimal da tapanda elə 23-də 5 olacaq kəsirimiz. Cavab olacaq 23-də 5. Bununla da misallarımız bitdi. Sağ olun. Hər birinizə uğurlar.